Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Həki sizi Almaniyadan salamlayır. Bir gözəl, ağır bir mövzuyla sizin qarşınıza gəlmişəm. Bildiyiniz kimi, mən 2019-dan TikTok sosial media platformasında, belə deyək, TikTok'un qara ləkələri ilə, TikTok'un üz qaraları ilə, bir sözlə cəmiyyətdən təcrid olunmuş şəxslərlə, eləcə də ilk başlarda müxalif fikirli bəzi video blogerlərlə amansız mübahisəm, məni sonradan bu əxlaqımıza zidd olan TikTokerlərlə amansız bir mübarizəyə gətirib çıxartdı. Mən bu bir neçə günlük əldə olunan nəticəni sizə çatdırmaq istəyirəm. Çünki belə bir söz deyim, bugün mən özümdə daha bir yenilik kəşf etdim. Məsələ nədir? Ölkədə bir baboşizm sindromu var və çox təəssüflər olsun, Ləman kimilər özlərinə Azərbaycan xanımı deyənlər, Sako kimilər özlərinə Azərbaycan kişisi deyənlər bu 2-3 gün ərzində varını yoxunu ortaya qoydular, amma baboşizm sindromundan imtina edə bilmədilər. Dünən mənim bir canlı yayımım oldu. Yəqin ki, mənim elanlarımı görürdünüz. Bunların əzizlərinin şəklini tualetə atmaq müəyyən məsələ. Mən dünənki canlı yayımda göstərmədim o videonu, ancaq mən o videonu çerez onların şəxslərinə göndərdim. O video necə ərsəyə gəldi. Və onlar başa düşdü ki, həci hansı təkamüldədir. Bir şey, mən sizə bir şey izah etmək istəyirəm. İlk əvvəlcədən deyim ki, o qədər də təcrid olunmuş bir şəxs deyiləm ki, mən dedim kiminsə uşağının şəklini tualetə atım, kiminsə hər nə zibil də olur olsun, hər nə əxlaqsızın öndə gedəni də olsun, başında bizim müsəlman elminin, bəşəriyyətin ən böyük bir zinəti olan, hicab olan bir üzdən iraq bir qadını mən aparım şəklini tualetə atım. Əlbəttə ki, bunlar mənə görə ağla sığılmaz bir fraqmentlərdir. Amma və lakin, mən bunları sadəcə bir, belə deyim sizə, düşüncələrini ortaya qoymaq istədim. Fikir verin, bunlar o qədər baboşdan asılıdırlar, əslində baboşdan asılı deyirlər, baboşdan gələn pullardan asılıdırlar. Səbəb, Ləman razı olar uşağının şəkli tualetdə olsun, amma axşam saat 11-də 4-lü PK olsun. Sakolaz razı olar onun xalası oğlu, bibisi qızı, yəni bu qız tayfası, anası başda olmaqla. Üzr istəyirəm, bizim altımızda olsun, amma axşam saat 11-də Sako kimilər üçün PK olsun. Həyatda ən sevindiyim bir şey budur ki, 2022-ci ildə mən Dövlət Sərhəd Xidmətindən, onlar axırıncı xidmət yerim, son xidmət yerim orada olduğu üçün, mən seçim arasında və seçim qarşısında qalanda 2022-ci ildə mənim bu TikToka gəlməyim, bunlardan biri olmağım çox asan və rahat idi. Çünki həmən vaxtı mənim ətrafımda Niko Sayağı var idi, Əlixan var idi, Siviyan komandası var idi, Fuad İskəndərov var idi, müəyyən blogerlər var idi və mənim üçün də eynən bunlar kimi seçim eləyib, həyata daha da rahat yoldan, kişilikdən pul qazanmağı seçim etmək, bu mənim üçün daha da gözəl idi. Bunda kişilik yolu ilə pul qazanmaq həyatda mənə bir çox obraz olaraq qarşıma çıxdı. Bir də 2022-ci ildə evimin qarşısında Ağşəhər bulvarında skamkada oturanda mən ixtisasım üzrə, beynəlxalq hüquq və tənzimləməsi üzrə hərəkət eləməyi seçib, bütün arzularımı sonlandırıb Almaniyaya səfər etdim. Almaniyada olduğum bir müddətdə bəzi müxalifətçilərin, dırnaqarası müxalifətçilərin əlinə düşdüyüm bir zamanda çox gözəl küllü miqdarda bir pul vəsaiti təqdim olunmuşdu. Səbəb ki, düzgün nitq qabiliyyətim olduğum üçün ölkə başçısı və cənab Daxili İşlər Nazirimiz General Polkovnik Vilayət müəllim Eyvazovu təhqir etmək və onların ailə üzvlərini təhqir etməklə gözəl imtiyazlar təklif olunmuşdur. İkinci atqazıda olma vermişəm. Və o imtihanı vermək mənə çox ağır başa gəlib. Çünki həyatda haramı seçmədiyim üçün ailə üzvlərimlə belə hədə qorxu olmuşam. Körpə balamla bu uşaq bağçasını bilərəkdən sizə göstərirəm. Yoldaşım o uşağımla orada oynayan zaman o yolun başından şəklini çəkib mənə atmışdılar ki, antipantistlərdən olmasan, ailə üzvlərindən birinə toxunacaq. Hətta bu progres davam etdikcə TikTokerlərin arasında da baş verdi. Ramiz Mehdiyevin birinci müşavir olmuş Mehman Qədimbəylinin dəstəkçisi Soli Moli tərəfindən də mən bu ailəmlə bağlı hədə qorxular gəldim. Əlbəttə ki, biz dövlətin xüsusi təlim keçmiş, 8 il Azərbaycan Respublikasına xidmət edilmiş bir əməkdaş kimi olaraq deyə bilərəm ki, bizim üçün bu hədə qorxular ayağımızın altı, ayağımızın tozu. Sadəcə mən bir Azərbaycan TikTokuna və Azərbaycan xalqına demək istəyirəm ki, sizin bütləşdirdiyiniz bu TikTokerlər, bəli, bugünkü gündə bütləşdirdiyiniz, çox təəssüflər olsun ki, bugün ailəvi məkanlara ailəmizlə getdiyimiz zaman bütləşdirdiyimiz bu izdən iraqların adını vermək məcburiyyətində oluruq ki, qiymət cibimizə uyğun olsun. Bugün evimizə hər hansı bir əşya almaq istədiyimiz zaman gedib avantqard pərdə kimi bir yerlərə gedib məcbur oluruq üzdən iraqların adını verək ki, büdcə cibimizə uyğun olsun. Bugün Bərdədə baboşun qonşuları Azərbaycanda ən üzdən iraq, ən şərəfsiz, ən ləyaqətsiz şəxslərdir. Bərdədə baboşun qonşuları. Ucdan tutdu. Çünki bu günləri Bərdədə Xudayarın ailəsinin qapısı açılmır. Bugün Bərdədə baboşun qapısı açılır. Bugün Xudayarın ailəsinin həyətində kebab bişirilmir. Sırağa gün baboşun qonşusu baboş üçün kebab bişirirdi.
Bu gün Bərdədə heç bir iaşə obyektlərinin reklamında Xudayar Yusifzadənin ailəsi rol almır, babaş rol alır. Məsələmiz bundan ibarət idi ki, buradan da öz gənc həmkarlarıma səslənirəm, bu balalara səslənirəm. Əziz balalar, əziz gənclər, TikTokda yayımçı olmaq da, insanların ondan bundan gələn pullarla formalaşıb bütləşdirilmiş bir şəxs olmaqla siz həyatda heç vaxt özünüzə yer tuta bilməzsiniz. Elmlə məşğul olun, savadla məşğul olun. Mənim atamın mənə ömür verdiyi ali təhsil, orta təhsil, ibtidai təhsil və s. və s. və s. Bugün mən Almaniyada öz savadımın çörəyini yeyirəm. Bugün mən istər idman sahəsində, istər təhsil sahəsində, istərsə də karyerada əldə etdiklərim uğurlar yaşımın 33-cü baharında öz ayaqlarımın üstündə durmağa vəsədət edir. Bu günləri Sako kimilər, Ləman kimilər, Baboş kimi insanları və cəmiyyətləri zədələyənlərin şəxsi ilə öz ailəsinə çörək qazanaraq bizə vətən xaini deyirsinizsə, İlk növbədə biz vətən xaini deyilik. Biz Azərbaycan Respublikasında 8 il xidmət yolu keçmiş şərəfli şəxslərdən, şərəfli zabitlərdən biri. Bu günləri Sako insan alverində həbs olunmuş əclaf sənsən. Bu günləri Sako dəfələrlə narkotika ilə həbs olunmuş əclaf sənsən. Bir də qələt edərsən, Azərbaycan polis orqanlarının istər kiber təhlükəsizlik, istər baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində əməkdaşlarının adını dilinə gətirərsən. Buna görə mən bir də səndə belə bir preqment seçsəm, buna görə sənə çox pis nakazat edərəm. Və Ləmanı tanıyın. Bu günləri Ləman öz övladının şəklini tualetə atılmağına belə razı olan qadındır ki, babaşdan bugün xeyir güdür. Yəni məsələ ondan getmir ki, o uşaqdır. Sizə sizə xatırlatma verəcəm. Nahidlə Ləmanın problemləri olduğu bir zaman mən Ləmanı və Nahidi acladığım bir momentdə Ləmanın bu TikTokda tanınmış ən böyük fan səhifəsi. Həmin bu səhifəsində yoldaşım, uşağım və mən toy məclisində və parkda çəkdirdiyimiz şəkilləri Qabilin söyüşləri ilə qoyub paylaşdıran Ləman idi. Okey, Ləmanın balası baladır, mənim balam bala deyil. Nə edirəmsə, haqq edirəm. Sako ilə problemim olduğu bir ərəfələrdə Sako fake profil açıb Apasni Roma ləqəbi ilə tanınan bir adamın ailə söyüşlərini mənim ailəmin və uşaqlarımın şəklinə qoyub fake profillə paylaşdırıb, sonra Baboş və Sako öz orijinal profillərindən repost verən siz əxlaqsızlar idiniz. Və bunların hamısını Orxan Rəsfoğlu bir-bir məndən görürdü və izləyirdi və mənim köhnə izləyicilərim də izləyirdi. Mənim bu TikTokda gözəl bir algoritmam var. Mənə söyüş söyülmədiyi bir halda qarşı tərəfə həyatı boyu söyüş söymərəm. Çünki mən bugünkü gündə istənilən adama, istənilən mövzuda cavab verməyə hazıram, amma kimisə haqsız yerə söyüş söyməyimə həyat boyu razı deyiləm. Bunu mənim köhnə izləyicilərim çox gözəl bilər. Bir sıra digər yayımçılarla da problemim düşüb, hansı ki mənə heç bir təhqir eləməyiblər, düzgün qaydada savad mübarizəsi aparmışam. Bir daha Azərbaycan TikTokunda əxlaqsızların sırasında olan Ləman Vəliyeva və Sadiq İsmailov. Siz övladlarınız başda olmaqla ailələrinizi təhqir elətdirib tualetə atılmağına razısınız, amma baboşdan gələn pulların sizdən getməyinə və itməyinə razı deyilsiniz. Bunu da mən sübut etdim. Sonda və sonda Sadiq, mənim sən və sənin kimi nakişilərdən tək fərqim odur ki, mən həyatım boyu əxlaqsızlardan və qeyri-qanuni yollardan cibimə pul qazanmamışam. Həyatımda ilk avtomobilimi 15 yaşımda almışam. Çempion olaraq. O vaxtı Azərbaycan Respublikasının prezidenti Milli Olimpiya Komitəsinin sədri idi. Ağıl ol. Və sizdən fərqim odur ki, mənim qazancım öz zəhmətimdir, mənim ailəm öz zəhmətinin qazancı ilə yeyir. Yəni mən kişi oğluyam, amma sən kişilərin oğlusan. Bu arada mənə nakişi deyirdin. Yaxşı. Dünən mən nakişi sənə hədiyyə atdım. Yəni mən nakişidən sənə ruzi gəldi. Elə təsəvvür elə ki, bir nakişinin tikəsi sənin boğazındadır. Və sən bugünə qədər neçə nakişilərin tikəsini öz boğazından həzm eləmisən. Sevindiyim bir şey var ki, hər birinizin ailəsi məhv gündədir. Onkoloji xəstə, boşanmışlar, ata narkoman, anavalik və s. və ilaxır. Çökmüş bir həyat progresi yaşayırsınız. Çünki haram və haram həyat üzərində durulan bir həyat müvəqqət olar. Sonda demək istəyirəm, Ulu öndərimizin çox gözəl sözü. Vətənim üçün, xalqım üçün etdiyim xidmətlərdən görə namərd gülləsi olmur. İstənilən bir məsələlərdə övladımla, ailəmlə, canımla, malımla, ruhumla hər an hazırım. Çünki biz 14 yaşımızda etdiyimiz o hərbi ant forma bizim əynimizdə olana qədər yox, kəfən bizim əynimizdə olana qədərdir. Üzrlü sənə vaxtınızı aldım və 2019-dan bu günə ən sevdiyim bir müraciət növü. Tutduğum vəzifədən və olduğum yerdən asılı olmayaraq 16 yaşımdan ölkə tudlarından kənara səyahət edərək ölkəmi təmsil etmişəm. Bugün 33 yaşım var, istənilən vəziyyətdə, istənilən hava şəraitində. Azərbaycan Respublikasına xidmət edirəm. Mənliyimlə, qürurumla, vicdanımla, savadımla, əxlaqımla,
qərəzliyimlə və ən əsası, ən ali rütbədə kişiliyimlə. Çünki mən kişi oğlu kişiyəm. Mənim əxlaqım kişilərdən gəlib. Mənim əxlaqım cənablardan gəlib. Mənim əxlaqım bu xalqa, bu millətə örnək və nümunə olan şəxslərdən gəlib. Vətən müharibəsi ordeni və Vətən müharibəsi qəhrəmanı General-Leytenant Kənan Seyidovun yetirməsi olaraq, Cənab Polkovnik Paşayev Riyatın yetirməsi olaraq və ümumilikdə keçmiş bir xüsusi təyinatlı olaraq Azərbaycan harda oluramsa olum, hər yerdə uğrunda ölümə hazıram. Amma siz üzdən İraqlar, fərqimiz ondan ibarətdir ki, siz öz şəxsi mənafeyinizə görə mənliğinizi ayaqlar altına atmağa hazır olan insanlarsınız. Zver TV'ye baxdınız. Zver kimi olun. Mühkəm olun, güclü olun, əqidəsi zəif olun. Salamat. Onu deyirəm də, sən əsl kişisən. Kişi olmasaydın, əskər paltarı giyməzdin. Özünü odun alovun içine atmazdın. Başına papaq qoyub, bıq saxlayan, amma torpaqlarımızın əldən gedən vaxtı gizlənməyə dərmə deşiyi axtaran kişilərin hamısından qeyrətlisən.